Buyurun, çəkin mənə zəhmət olmasa, sizin qarşınızdayam. Axşam yeni yasamalda tam mərkəzdə 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yeni təmirli və təmirdən sonra yaşayış olmayan. Təmiri çəkib göstərəcəm sizə. Bu sanki yeni tikili binanın təmiri ilə tam olaraq bərabərdir. Hörmətli izləyicilərim, qanuni 2 otaq, 9 mərtəbənin 6-cı mərtəbəsi orta blok, orta mərtəbə. Mənzili çəkib paylaşaq, qiymətin rəy bölməsində qeyd edəcəm. Bura mənzilimizin qonaq otağı gördüyünüz kimi kifayət qədər sahəsi var. Tam olaraq təmirlidir və təmirdən sonra yaşayış olmayıb, istifadəyə tam olaraq yararlıdır. Yaşayış üçün tam olaraq yararlıdır. Çəkin buranın zəhmət olmasa mənzilin giriş qapısından daxil olduqda ilk olaraq sizi belə bir dəhliz hissəsi qarşılayır. Burada özünüzə məxsus qardirob, dolab, şkaf nə istəsəz yığa bilərsiniz. Hörmətli izləyicilərim. Gəlin zəhmət olmasa mənzilin yataq otağı ilə sizləri tanış edək. Geniş, kifayət qədər sahəsi olan bir yataq otağı, pərdə asılıb, lüstr quraşdırılıb və qarşısında geniş bir eyvanı mövcuddur. Eyvanın nəzərinizə çatdırın ki, mənzilin binanın qarşı hissəsinə baxır. Mənzilin mətbəx otağı ilə və sanitar qovşaqları ilə də sizləri tanış edək. Bura mənzilin sanitar qovşağıdır. Euro təmiri olunub, yeni stildə. Möhtəşəmdir hər bir şey. Duş kabinə quraşdırılıb. Təmiri möhtəşəmdir doğrudan da. Qaldı mənzilin mətbəx otağı və ətraflı məlumat. Mənzilin mətbəx otağı da kifayət qədər sahəsi var. Sanki yenə deyirəm, yeni tikili binadır. Təmiri gördünüz möhtəşəm, işıqlı bir mənzil, yeri çəkən proyektə sahibdir. Hər iki tərəfə demək olar ki, pəncərəsi var və balkonu mövcuddur. Dəyərli izləyicilərim, gəlin bura ətraflı məlumat verim sizə. Yeni yasamalda tam mərkəzdə 9 mərtəbəli binanın 6-cı mərtəbəsi orta blok, orta mərtəbə çıxarışlı, kupçalı, ipotekaya yararlı hər bir şey var. Sizə yalnız qalır mənzili gəlib almaq. Rəy bölməsində də mənzilin qiymətini qeyd edəcəm. Sağ olun, salamat qalın.